Yuxusuz qalmaq hormonlara necə təsir edir? İlk növbədə uşaqlardan başlasaq, uşaqlarda yuxusuzluq boy artımının zəifləməsinə səbəb olur. Çünki hamı bilir ki, boy hormonları uşaq yatandan sonra, saat 10-dan sonra ifraz olunmağa başlayır. İlkin olaraq boy hormonunun sintezinin pozulduğu. İkinci növbədə normal yuxu yatmayan insanların hər zaman enerjiyə ehtiyacı olur və bunu da yeməklə kompensasiya edirlər. Təbii ki, bir müddətdən sonra da insulin dirənciliyinə gətirib çıxara bilir. Yuxusuzluq kökəlməyə səbəb ola bilərmi? Bəli. Çünki orqanizmdə insulin dirənci yaranır, bu da piylənməyə gətirib çıxarır. Gec yatmaq tiroidi zəiflədir? Zəiflədir. Hətta biz xəstələrə məsləhət görürük ki, analizə gəldiyi gün axşam yuxusunu rahat yatsın və çox yatsın ki, sinir sistemi sakitləşsin, tiroid vəzinin hormonları da normal qaydada çıxsın. Hormon balansı üçün ideal yuxu saatı nə qədərdir? 7-8 saat. Gecə iş rejimi olanlar nə etməlidir? Gün ərzində o yuxunu kompensasiya etməlidirlər.